Gözün aydın olsun. Odre'ye gelibler. Tureşkin başımızı dürtmüşük çola. Elə bilirik gizlenmişik. Abbasqulu bey bizde sir koymadı Kerbelayı. Qarabağlarda bende olmayıblar. Görürsen arası okulublar, lap burnumuzun ucuna. Abbasqulu beyin nazı ile çok oynayır ya, Kerbelayı. Ben hakkı salamı taptalaya bilmərəm, Qamlo. Bəs o necə? Taptalamır? Bəs niye gelir? Xeyir getirir? Ay getirdi ya Kerbelayı. Qaydanda döşüne bir orden de asacaklar, onun gücüne gelir. Şunu da öldürüşeyim. Dar qursaq olma. Qoy görək niyə gəliblər. Nə deyirlər? Çıx gör nə istəyirlər. Belki ayağlarının altına bir xalça da salak Kerbelayı. Nə? Kimi istiyorsunuz? Evin kişisini soruşanlar. O sizi görmek istemiyor. Qış vaxtı bu nə yaylağa çıxmaqdır, Kərbəlayı? Tapa da bilmirik. Canımıza elə bir od salıblar ki, aranda da oturaq. Gerek sen bu işe kol koymayaydın, Abbasqulu bey. Birbirimize hürmetimiz var. Dost çörek kesmişik. Onu ayaklamak çok ağırdı. Benim davam senden değil, təzə hökumətləndi. Üstünüzə silahlı dəstə göndərmək istərdilər, Kərbəlayı. Sonra qərara gəldilər ki, dinc yolla həll eləsinlər. Deməli mənə hörmət eləyiblər. Ne kadar ki yerimde sakit oturmuştum, heç kəs məni saymırdı. İtin qurdun ayağına verirdiler, başımdan basırdılar. Elə ki gördüler, yox, ölməmişəm. Dünyanın gediş gəlişini başa düşürəm. Onda məni hörmətə mindirdilər. Mənə belə hörmət lazım deyil. Qoy lap qoşun göndərsinlər. Bir yaxşı fikirləş. Gör bunun axırı nə ilə qutara bilər. Hökumətlik eləməyəcəksən ki. Mən belə hökumət tanımıram. Kərbəlayı. Yaşına görə çox şey görmüsən. Neçə ölkələrin torpağına ayaqlamısan. Zamana bizə çox şey öyrədib. Odur ki, gərək hər şeyi sat-çürük eləyik. Yaxşını pisdən ayıraq. Şura hökuməti ilə məninki tutmaz bəy. Ne elib sənə şura hökuməti? Hələ soruşursan da, mən gördüyümü Allah heç kəsə göstərməsin. Oğlum Yadullanın müsibəti heç belə olmamışdı. Canımı dişimə tutub bir təhər dözürdüm. Dinç qoymadılar. Torpağımın yarısını aldılar, dinmədim. Şura seveti geldi, kombet getdi, dinmədim. Evimi tarmar elədilər, danışmadım. Taxılımı apardılar, dinmədim. Əşə hansını deyim? İndi də bu qalxoz oyununu atıblar ortaya. Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver. Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da. Hələ bir soruşursan ki, şura hökuməti mənə neyniyir? Kərbəlayı, bu hökumət heç kəsi biqeyrət eləməyib. Əksinə, başı papaqlara arxalanıb yeni həyat qurur. Çəkmirsən özünü kənara, qaynayıb qarışmırsan. Gör bir kimi arxalanırsan.
Siz de vaxt tapdınız. Pullar Ama ne nişangaha gelirler. Atların ayağını veresen güllüye, kalharlar şaha, çırpalar bunları yere. Sonra da başlarının üstünden gülleni çakasan dalbadal bu lafları tırnaklarıyla didip dağdalar. Köpük uşaqları. Bunların görüşü ne uzun çekti? Bəs bizi niye çağırmırlar? Lazım olsa çağırarlar. Narahat olma. Darvazağı niye bağladılar? Bəs bu cemaat hani? Ben giderim buna. Heç ağlına getirme. Sağdan 3. pencereye bak. Böyle yerde soyukkanlı olmak lazımdır. Beş laflar. Kərbəlayım, sözümün canı budur ki, silahı qoyun yerə. Cəmaatı bıraxın, qoy yığışsınlar evlərinə, eşiklərinə. Bədbəxtlik baş verməsin. Sənə də zəmanət verirəm. Hökumət sənə toxunmayacaq. Mənə ki inanırsan. Abbasqulu bəy, məni sahib gəlmisən, çox sağ ol. Əziz qonağımsan. Qapım hər vaxt sənin üzünə açıqdır. Boynumda haqqım var. Amma bəy, gəl sən bu işə baş qoşma. Məni bura çəkib gətirən öz vicdanındır Kərbəlayı. İstəmirəm nahaq qan tökülsün. Bəy, kəsdiyimiz o duz çörək haqqı. Mənə deyən təpik sənə deysəydi, indiyənə qədər 10 dəfə silah götürərdin. Adamın varına da toxunarlar, torpağını da götürərlər. Nə olar? Elə bilirəm, əl çirkidir. Bəs, hörmətənə sözün. Kişiliyə, qeyrətənə sözün. Aşin axırımı otaran bir adam gəlib mənlə barabar olsun. Bərabərçilikdir Kərbəlayı. Hamımız insanıq. Mən belə insanlığı qəbul edə bilmərəm. 5 barmağın 5-i də bir ola bilməz. Mən heç o imanın daxmasını tanımıram. Sən istəyirsən ki, mən onun astığı bayrağın altından keçim? Yox, bəy. Qaradan artıq boyaq olmaz. Mən bura o niyyətlə gəlmişdim ki, bu iş qansız qutarsın. Çox heyif. Bir iş görə bilmədim. Amma Kərbəlayı, papağını qoy qarşına, yaxşı-yaxşı fikirləş. Bu işi necə qurtaracağı sənə bəllidir. Topxanan yox, cəbbəxanan yox. Namusumuz, qeyrətimiz var, bəy. Dözərik. Çox namus deyirsən. Amma heç fikirləşmirsən. Fikirləşmirsən ki, 3 kəndin adamlarını zorla ölüm qorxusuyla silahlandırıb qırğına vermək. Uşaqlarını yetim, arvadlarını dul qoymaq. Bəs bunları kimin namusuna yazaq? Məgər onların namusu bizim namusumuz deyilmi? Onu bil ki, nə qədər cəmaatı qorxu altında saxlasan, onlar şuur hökumətinə güllə atmayacaqlar. Mən gedirəm. Çalışaram ki, hələ üstünüzə silahlı dəstə göndərməsinlər. Fikirləş. 3 günə kimi təzədən yanına qayıdacam.
Getdik. Abbasqulu bəy! Özünə əziyyət verib, geri qayıtma. Sən fikirləşdiyin qədər də biz aciz deyilik.